Salam əziz izləyicilər, xoş gördük sizləri yenidən mənim kanalımda. Mən sizə tarix və coğrafiya müəllimi Tural Hoca. Bugün sizlər üçün fərqli bir formatda video çəkirik. Deməli, indiyə qədər dərs izahları, yaxud bir dəqiqə bir sual video izahları bunları eləyirdik, yaxud sınaq izahları. Bugün isə nə video izah çəkirik, nə dərs izahı çəkirik, nə sınaq izahı çəkirik, nə də ki bir dəqiqə bir sual. Bugün sabahki imtahanla bağlı sizinlə danışmaq istəyirəm. Və şagirdlərimizlə danışmışıq, onlarla psixoloji söhbətlər və psixoloji testlər aparmışıq. Həmçinin istəyirəm ki, bu videonu yayımlayaq ki, bizim şagirdimiz olmayan, amma bizdən uzaqda olan, amma doğrudan da belə bir şeylərə ehtiyacı olan şagirdlər baxsınlar. Düşünürəm ki, sabahki imtahanda onlar üçün müəyyən qədər xeyri olar. Deməli, ilk öncə mən də sizlər kimi həyəcanlıyam. Çünki müəyyən bir sayda şagirdlər müəyyən bir yol gəlib keçmişik və sabahları bu yolun final mərhələsidir. Yəni biz çatırıq finala. Düzdür, ikinci mərhələ imtahanları var. Yəni ola bilsin ki, iyul ayının əvvəlləri olacaq. Amma biz ilk mərhələdə bir çoxumuz bu məsələni həll eləməliyik. Və düşünürəm ki, biz müəllimlər və valideynlər siz şagirdlərdən məhz bunu gözləyirik. Məhz bu amil sizin üçün kifayətdir ki, müəyyən qədər stresli və həyəcanlı olasınız. Təkcə yəni orada imtahan sualları yox, sizdən gözləntilər də sizi müəyyən qədər həyəcanlandıra bilir. Və biz imtahana gedərkən fikirləşməliyik ki, biz necə etək ki, həm öz zəhmətimizin bəhrəsini görək, həm də bizdən gözləntilər olan müəllimlərimizin və valideynlərimizin ümidlərini doğruldaq. İlk öncə nə etməliyik? Yəni, sabah imtahandır, biz imtahana gedirik. Əla. Yəqin ki, indiyə qədər fərqli imtahanlara, yaxud sınaqlara getmişsiniz. Ən azından buraxılış imtahanına getmişsiniz. Və blok imtahanı heç də o birisi imtahanlarda fərqli olmur. Yenə də gedəcəksiniz, sizi yoxlayacaqlar, içəri buraxacaqlar, 3 saat vaxtınız olacaq. Və suallar olacaq, siz orada yazacaqsınız, cavab kartına köçürəcəksiniz və vaxt bitəcək, çıxıb gələcəksiniz. Bəzilərinizi heç vaxt bitmədən gələcəksiniz. Nəysə, bu öz yerində, amma indi biz nə eləməliyik? Sabah imtahandır, amma buraxılış imtahanından fərqli olaraq blok imtahanlarının sualları biraz daha fərqli formatda və fərqli səviyyədə düşür. Ona görə də yəqin ki, biz buna hazırlıqlı olmalıyıq. İlk öncə qələmimizi, karandaşımızı, ondan sonra şəxsiyyət vəsiqəmizi, ondan sonra buraxılış vərəqəmizi axşamdan hazır edib qoyuruq bir kənara. Yaxşı olar ki, bunları fayla qoyasınız və 2 nüsxədə hazırlasanız daha yaxşı olar. Mən belə deyək də buraxılış vərəqəsini nəzərdə tuturam, amma mütləq şəkildə fayla qoyub, belə deyək də axşamdan kənara qoyub hazırlamaq lazımdır. Çünki səhər-səhər durarkən bir də bunları hazırlamağa, bir də bunları belə deyək də hazır etməyə, müəyyən qədər vaxt sərf eləməyə və yaxud axtarıb tapmaq sizi müəyyən qədər stresli eləyə bilər. Yəni, imtahana getməmiş, dəqiqə bir, qol bir, stresli olmaq olmaz. Hazırlaşırıq, sonra səhər çalışırsınız ki, bacardıqca tez durasınız. Yəni, məsələn, 5-dən 6-dan deyil də, məsələn, imtahan artıq saat 10-da başlayacaqsa, siz 9-da artıq orada olmalısınızsa, demək ki, siz yaxşı olar ki, 8-in yarısı, artıq 8-də durasınız. Yəni, o vaxta qədər artıq müəyyən qədər yuyunasınız, sonra hazırlaşasınız, müəyyən qədər yemək yiyəsiniz və bundan sonra gedəsiniz. Çalışın artıq getməyin imtihana, amma çox da yeməyin, çox da su içməyin, çox da məsələn, belə deyək də, qida qəbul eləməyin, amma müəyyən qədər qida qəbul edin. Və imtihana gedin. İmtihanda necə olacağını biz bilmirik, siz də bilmirsiniz, bunu heç kim bilmir. Sadəcə imtihana girənlər həmin anda görəcək o sualları. Heç kim bu sualların hardan düşəcəyini, necə düşəcəyini bilə bilməz və yaxud bilirəm deyə bilməz. Sadəcə təxminən aşağı-yuxarı hansı mövzulardan daha çox sual gəlinə biləcəyini təxmin etmək olur. Yəni, məsələn, düşünürük ki, tarixdə Səfəvilərdən sual düşəcək, yaxud Osmanlılardan sual düşəcək. Amma hansı hissəsindən bunu biz bilə bilmərik. Yaxud, məsələn, İbtidai İcma Quruluşuna sual düşəcək tarixdən, amma bu Tuz dövründən mi olacaq, daş dövründən mi olacaq, yaxud məsələn, belə deyək də, bu alt paleolitdən orta, paleolitdən orta, bunu bilmirik. Yaxşı, gələk orada nəyə? Bəs bu hələ imtahandır da, bu sonraki mərhələdir. Bugün nə etməliyik? Hal-hazırda imtahana hələ məsələn, saatlar qalır və biz hal-hazırda çox güman ki, ya hazırlıqdayıq, ya evdəyik. Ya da ki, belə deyək də, yoldaşlarımızla gəzirik. Yaxşı olar ki, elə gəzməyə davam eləyəsiniz, belə deyək də, əyləncələrə getmək olar.
Və çalışır məsələn ki, artıq bu saatdan sonra kitabı kənara qoymaq lazımdır. İndiyə qədər nə etmisinizsə etmisiniz. İndən sonra etmək yaxşıdır, mümkündür ki, orada hər hansı bir faktı təkrarlayasınız, sabah qarşınıza çıxar. Amma bu o demək deyil ki, mütləq şəkildə siz sabaha qədər bir kitabı yaxud 2 kitabı təkrarlamalısınız. Yəni təkrarladınız, artıq bu vaxta qədər nə etdiniz, qoyun kənara, biraz da artıq mental olaraq hazırlaşın imtahana. Çünki təkcə biz fiziki, belə deyək də, hazırlıqdan söhbət getmir də burada. Yəni, məsələn, ki, indiyə qədər testlər işləmişik, nə bilim, dərslər oxumuşuq, müəllim bizə motivasiya verib, sınaqlara getmişik, bunun qayda qanunu öyrənmişik və bu günləri artıq biz, belə deyək də, nə qədər də olmasa bir şəkildə hazırlıq imtahana və bu günləri bir daha hazırlıqlı olmalıyıq ki, sabah imtahandır və mən bu imtahana gedirəm, nə etməliyəm? İstirahət edin, çalışın bir dərindən nəfəs alın, biraz düşünün. Yaxşı kim bacarırsa yazsın, nə istədiyini, necə gördüyünü, sabahki imtahanı necə düşündüyünü. Və unutmayın ki, belə deyək də, imtahanda sizin keçdiklərinizdən kənardan heç bir sual düşməyəcək. İndi bu videoya baxanların bir çoxu, məsələn ki, proqramı bitirir və bu proqramı müəyyən qədər bilir, bir çoxu orta səviyyədə bilir, bir çoxu az səviyyədə bilir. Bu arada qeyd edə bilərsiniz, əgər bura qədər dinləmişsinizsə, kim hansı səviyyədə bilirsə qeyd eləsin ki, məsələn, mən proqramı yaxşı bilirəm, yaxud tarixi yaxşı bilirəm, yaxud coğrafiyanı yaxşı bilirəm. Bu kimi, belə deyək, qeydlərinizi eləyə bilərsiniz. Yaxud, məsələn, ki, hansı mövzularda, hansı, belə deyək də, tərəflərdən çıxışımı izləmək istəyirsinizsə, onu da qeyd eləyə bilərsiniz. Biz, belə deyək də, onları nəzərə alıb, vaxt tapdıqca buna uyğun bir vaxtlara ayırıb, deməli, o videoları çəkə bilərik. Deməli, nə etməliyik mövzusunda biraz yəqin ki, gəlin qərarlaşaq, dəqiqləşdirək. Artıq təkrarları yekunlaşdırırıq. İndicə, məsələn, gəzinti yaxşı olar, yüngül yemək, yüngül gəzinti. Yəni, idmana falan getmək olmaz. Yəni, özünüzə hər hansı bir fiziki zərər yetirə biləcək nələrsə getmək olmaz. Uzaq, belə deyək, qohumunuz ilə falan getməyin. Yəni, məsafə olaraq uzaq deyirəm. Yaxud, belə deyək də, oturub davamlı olaraq filməmi, telefonlamı və yaxud yaxşı olar ki, yoldaşlarınızla keçirəsiniz, deyib güləsiniz. Və bir şəkildə, məsələn ki, sabahın imtahan olacağını, sabah imtahan olacağını bir şəkildə biraz beyninizdən kənara qoyasınız. Bu hallarda uğurlu olmağın, belə deyək də, nisbəti daha çox olar deyə düşünürəm. Yəni, insan davamlı olaraq sabah imtahandır düşünərsə, bu bir şəkildə, məsələn ki, ona uğurdan daha çox ona stres gətirə bilər. Sabah imtahandır, hazırlaşmışam. Suallar düşərsə cavablaya biləcəmmi, müəyyən qədər hə. Və biz bununla artıq özümüzə bir inam qazanmalıyıq və düşünməliyik ki, sabah imtahan olacaq, biz bu imtahandan uğurla keçəcəyik. Necə eləməli mövzusunda mən sizə istəyirəm bir neçə tövsiyə verəm. İlk öncə, əgər düşünürsünüzsə ki, imtahana gedəndə sizə hər hansı bir yerdən sual düşəcək və siz o sual tapa bilməyəcəksiniz, yaxşı olar ki, dərhal həmin o sualları elə indicə axtarıb tapırsınız, həmin mövzulara bir dənə belə deyək də, gözdən keçirərək baxış atırsınız, görək ki, burada nədir sizi narahat edir. Amma artıq təkrarı, belə deyək də, qoyuruq kənara, dəfələrlə artıq bu videoda da dedim, bu vaxta qədər olunan təkrarlar sizə kifayətdir ki, yaza biləsiniz. Deməli, bu günləri bizim videomuzu mən bundan yekunlaşdırıram. Bu arada qeyd edeyim ki, bu kontekstdən bir neçə video çəkəcəyik. Sadəcə videoları ayrı-ayrı yəni part 1, part 2, part 3 çəkəcəyik ki, siz bunları dinləyərkən yorulmayasınız. İlk videomuz onunla bağlı idi ki, imtahana qədər nə etməliyəm? Artıq imtahana qədər nə etməli olduğumu qərarlaşdırdım. İlk öncə bütün belə deyək də, lazım olan sənədləri buraxılış vərəqəsidir, şəxsiyyət vəsiqəsidir, qələmdir. Çalışın bir neçə qələm götürün və bir orada karandaşınız olsun sizin bir neçə dənə də. Yəni, çox olmasına ehtiyac yoxdur. Hərəsindən 2-3 dənə olsa bəs edir. Çox aparmağın mənası deyil. Çalışın ki, ümumiyyətlə, indiyə qədər hazırlıqda istifadə elədiyiniz, məsələn, sadə qələmlərdən, yəni karandaş demirəm mən, qələm, üçqa deyirəm. İndiyə qədər davamlı olaraq həmişə yazdığınız qələmlərdən, amma fikir verin də, yəni o qutarmış olmasın. Yəni, orta səviyyədə olan bir qələm götürürsünüz, 2 qələm götürürsünüz ki, əlinizə yatsın. Dəsmal götürməkdən fayda var, dəsmal yaxud salfetka, çünki hazırlıq artıq, belə deyək də, havalar da istidir. Bir şəkildə sizin orada əlinizin və yaxud da özünüzün tərləyə biləcəyini düşünürəm.
Deməli, bu sənədləri hazırlıq qoyuruq kənara, sonra biraz başlayırıq özümüz üçün gəzməyə, biraz özümüzə vaxt ayırırıq, çalışırıq ki, imtahandır fikrini qoyaq kənara, sabah heç imtahan deyil, fikirləşməyək və bundan çalışaq ki, biraz uzaq qalaq. Yaxşı olar ki, axşam çox tez yatmayın, çox gec də yatmayın, yəni çox tez yatsanız saat 5-dən 6-dan oyanacaqsınız, imtahan da bir tərəfdən və düşünürəm ki, imtahana qədər bir 4-5 saat ayaq belə oyaq olmağınız yaxşı hal olmaz. Yaxşı olar ki, 7-də falan oyanın və belə deyək də, yüngül belə deyək də, qidalanın. Çalışın ki, məsələn, yuyunub eləməyin ki, məsələn, sabah xəstələnə bilərsiniz hər an və imtahana hazırlaşıb bundan sonra imtahana gedin. Çalışın imtahana gedəcəyiniz yerə ən azından yarım saat əvvəldən gedib çatın. Yarım saat olmasın, 20 dəqiqə olsun. Amma yəni müəyyən qədər tez çatın, çünki yəni məsələn ki, imtahan məsələn dakika 10-da başlayır, mən 9:45-də gedib çatım. Yox, çalışın 9-un belə deyək də 9:30-da artıq ən pis halda orada olun ki, rahatlıqla gedəsiniz. Çalışın heç bir belə deyək də stresə düşməyəsiniz. Beləliklə birinci hissəni bitiririk. İkinci hissə maraqlıdırsa, səhifəmizdə ikinci hissəni axtarın və ikinci hissəndə izləyin. İkinci hissə nə haqqında olacaq? İmtahanda necə yazın?